İlk mövzumuz litosferin birinci bölməsinə aid idi. İndi ikinci bölmənin video izahını çəkirik. Yerin daxili quruluşu, yer qabını təşkil edən suxurlar və minerallar. Maqmatik suxurlar yaranır. Maqmatik suxurlar maqmanın yer qabında və səthdə soyması nəticəsində yaranır. Əgər yadınızdan çıxırsa tez-tez, maqma sözün tərkibində maqma var və ona uyğun cavabı tapa bilərsiniz. Üzvü maddələrin daşlanması nəticəsində biz dedik ki, çökmə suxudur. Yüksək temperatur və təzyiq altında metamorfikləşmədir. Suxurlar aşınaraq okeanlarda və qurda çökməsi nəticəsində akkumulyativ proses baş verir. Suda müxtəlif kimyəvi maddələrin həll olunması nəticəsində isə Kars prosesləri baş verir. Öncə cavab olur A bəndi. Maqmatik suxurlar maqmanın yer qabında və səthində soyması nəticəsində yaranır. Suxurların nisbi yaşı necə müəyyən edilir? Suxurların 2 yaşı var. Mütləq yaş, nisbi yaş. Nisbi yaş təxmini yaşdır. Əsasən suxurun yatım ardıcıllığına görə və suxurun tərkibində olan bitki və heyvan qalıqlarına görə müəyyən olunur. Demək, nisbi yaş nə oldu? Suxurun yatım ardıcıllığına, daşlaşmış bitki və heyvan qalıqlarına görə müəyyən olunur. Keçdik Kars prosesi. Bayaq dedik, Kars prosesi əsasən asanlıqla suda həll olunan suxurlarda baş verir. Bu da kimyəvi suxurlardır ki, əhəng daşı və gips. Cavab olur Y bəndi. Maqmatizm maqma ilə bağlı prosesdir. Yəni maqmanın yer səthinə doğru hərəkəti ilə bağlı proseslərin cəmi maqmatizm adlanır. Qeyri-üzvü çökmə suxurlara aiddir. Çökmə suxurlar 2 yerə bölünür. Üzvü və qeyri-üzvü. Üzvü əsasən yanar faydalı qazıntılar kimi yadınızda saxlayın. Eyni zamanda bura apatit, fosforit, əhəng daşı da aiddir. Bunu yadınızdan çıxartmayın. Qeyri-üzvü çökmə suxurlara daş kömürü çıxırıq, torfu çıxırıq variantlardan. Neft, apatiti çıxırıq, qonur kömürü, torfu çıxırıq. Cavab qalır C bəndi. Qum, çay daşı, cid, çınqıl, yəni kimyəvi və qırıntı çökmə suxurlar qeyri-üzvü çökmə suxurlardır. Keçdik 6. Çökmə mənşəli faydalı qazıntılar hansılardır? Çökmə mənşəli faydalı qazıntı neft, əhəng daşı, fosforit, apatit, torf, qaz, bunlar hamısı çökmə mənşəli faydalı qazıntılardır. Eyni zamanda qum, çay daşı, çünki burada ümumi soruşur, növlərini soruşmur. Cavab olur B bəndi. Faydalı qazıntı yataqlarının yerləşməsi asılıdır. Ərazinin geoloji quruluşundan, yəni ərazinin yaranmasından asılıdır. Bəzi ərazilərdə seismiklik yüksəkdir, orada filiz faydalı qazıntılar zəifdir. Bəzi ərazilər qədim platformadır, maqmatik metamorfik suxurlar üstünlük təşkil etdiyi üçün həmin ərazilərdə filiz faydalı qazıntılar üstünlük təşkil edir. Ona görə faydalı qazıntı yataqları ərazinin geoloji quruluşu ilə sıx bağlıdır. Çökmə maqmatik metamorfik mənşəli suxurların ardıcıl verildiyi sıranı müəyyən edin. Çökmə bazalt ola bilməz, digərləri uyğun gəlir. İkinciyə baxaq, maqmatik. Maqmatikə gil ola bilməz, təbaşir ola bilməz, qum daşı ola bilməz. Elə asanlıqla variantı çıxmaqla tapa bilərik ki, çökmə əhəng daşıdır, maqmatik bazaltdır, metamorfik mərmərdir. Müvafiq olaraq qırıntı, kimyəvi, üzvü mənşəli suxurları müəyyən edin. Müvafiq olaraq deyirsə, siz mütləq ardıcıllıqla seçməlisiniz. Birinci qırıntını tapmalıyıq. Mərmər qırıntı deyil, metamorfikdir. Bazalt maqmatikdir. Kalium duzu suda həll olunduğuna görə qırıntı deyil, kimyəvidir. Ona görə çınqıl ya D-dir, ya E-dir. Hər ikisində çınqıl verir. Kimyəvi götürürük. Gips də xörək duzu da kimyəvidir. Demək, üçüncü bizə kömək edəcək cavabı tapmaq. Üzvü mənşəli əsasən demişdim ki, istilik verənlərdir. Qum daşı qırıntıdır. Ona görə cavab olur Y bəndi. Çınqıl qırıntıdır, xörək duzu kimyəvidir, üzvü də daş kömürdür. Kars proseslərinin intensiv inkişaf etdiyi əsasən kimyəvi suxurları götürəcək. Yəni suda asanlıqla həll olunan suxurları əhəng daşı, gips, dolomit. Keçirik növbəti suala. Düzdür, burada əhəng daşı üzvüdür, kimyəviyə deyil, amma əsasən kimyəvi deyirəm. Yəni hamısı kimyəvi deyil. Üzvüdür növünə görə, amma Kars prosesində də iştirak edilir, çünki asanlıqla suda həll olunur. Keçdik 11. Metamorfik suxurların yaranmasının səbəbi yüksək temperatur və təzyiq nəticəsində çökmə və maqmatik suxur digər suxura çevrilir. Yüksək temperatur, təzyiq varsa metamorfikləşmə götürəcəksiniz onu. Kimyəvi çökmə suxurlar əmələ gəlirlər. Əlbəttə ki, bu suda həll olunan maddələrin çökməsi nəticəsində əmələ gəlirlər. Cavab olur D bəndi. Kimyəvi suxur deyirsə, suda həll olunan deyir. Kars prosesi deyirsə, kimyəvi suxurları götürürsünüz. Bir-biri ilə əlaqəlidir. Qədim dağlıq ərazilərdə
Zəngin filiz faydalı qazıntı varsa, mütləq maqmatik metamorfik götürəcəksiniz. Çünki ərazidə maqmatik və metamorfik suxur olmasa, orada filiz faydalı qazıntının formalaşması mümkün deyil. Aşınma nəticəsində kristallıq maqmatik suxurun səthə çıxmasının nəticəsində həmin ərazidə filiz faydalı qazıntı ehtiyatları mövcud olur. Cavab olur D bəndi. 14. Sıxma əsasən rəqəmlərə uyğun gələn suxur növlərini müəyyən edin. Baxırıq, bu platformanın quruluşudur. Əyilmə, çökmə qat adlanır. Çökmə qat. Kristallıq bünövrə də dedi ki, maqmatik, metamorfik suxurlardan təşkil olunmuşdur. İndi cavablara baxırıq. Burada effuziv verdiyinə görə götürmürük, səhvdir. Cavab olur D bəndi. Yəni, çökmə qat, çökmə suxurdan təşkil olunmuşdur. Aşağıda qatda isə maqmatik və metamorfik suxurlar ibarət kristallıq bünövrə təşkil edilmişdir. Keçirik 15. Sxemdə suxur laylarının hansı yatın forması göstərilmişdir? Fikir versəniz, biz demişdik ki, bu cür forma qırışıqlıqdır. Əsasən cavan dağlarda formalaşır. Enmə sinklinal, qalxma antiklinaldır. Cavab olur B bəndi. Qalxan hissə antiklinaldır, enən hissə sinklinaldır. Maqmatik mənşəli əsasən filiz faydalı qazıntılar götürür. Gil çökmədir, qum çökmədir, əhəng daşı çökmədir, mərmər metamorfikdir. Cavab olur A bəndi. Dəmir, mis, nikel, alüminium bunlar hamısı maqmatik faydalı qazıntıdır. Litosferi əmələ gətirən təbəqə hansıdır? Yer qabığı ilə üst mantia birləşir, litosferi əmələ gətirir. Cavab olur 1, 3 və yaxud da belə düşür. Yer qabığını parçalayır, bazalt, çökmə, qranit. Yəni, belə də verir. Siz bunların üçünü götürüb, plus da üst mantiyanı götürməlisiniz. Yerin nüvəsində hansı ağır maddələr təşkil olunub? Yerin nüvəsində eyni zamanda radioaktiv maddələr də orada cəmləşmişdir. Ağır maddələrə də nikel, uran, dəmir filizi aiddir. Cavab olur 3, 4, 6, D bəndi. Filiz faydalı qazıntıların verildiyi sıranı müəyyən edin. Filiz faydalı qazıntılar dediyi kimi maqmatik suxurlardan təşkil olunmuşdur. Üzvləri çıxın, rahat bildiyiniz variantlardan çıxın. Nefti çıxırsınız, xörək düzünü çıxırsınız. Cavab qalır bircə C. Dəmir, mis, polimetal. Yanlış bəndi müəyyən edin. Yanarları, filizləri büdüzməliyik. Demək, bir yanar olmalıdır. Birə daş kömür verib, doğrudur, yanardır. 2-də də yanar olmalıdır. Amma bizdə 2-də əhəng daşı verib. 2 əhəng daşı yanar deyil, üzvüdür. Ona görə 2 səhvdir. Elə burada cavab D bəndidir. 3 baxaq. Torf bəli istilik verir, yanır. Ona görə doğrudur. 4 boksitdir. Alüminiumun xammalıdır, özü də doğrudur. Dəmir filizi də maqmatikdir, həm də filiz faydalı qazıntıdır. Doğrudur. Cavab olur D bəndi. Sxemə əsasən suxurların yatım ardına görə nisbi yaş bayaq dedik, suxurun yatım ardıcına görə müəyyən olunur. Bunu belə yadda saxlaya bilərsiniz. Torpağın üst hissəsidir. Bu da torpağın altıdır. Altda yəni qocalar kimi götürün. Yəni ölənlər yatır, yaşlı insanlar yatır. Üstdə də ki, cavanlar yaşayır hələ. Demək, üstə doğru getdikcə yaş azalır, cavanlaşma gedir. Aşağı doğru getdikcə isə qədimləşmə gedəcək. Ona görə bizdə də deyir ki, nisbi yaşı azalsın. Azalsın deyirsə, onu da yuxarıya doğru biz sıralamalıyıq. Birinci kvaris gəlməlidir, qranit. Daha doğrusu kvaris, qranit, gil, qum. Cavab olur Y bəndi. Burada biraz çaşdırıblar, yerində dəyişiblər. Demək, kvaris gəlməlidir, qranit gəlməlidir, gil, sonra qum. Cavab olur Y. Növbəti sual. Gil şistə çevrilir. Qranit qneysə çevrilir. Əhəng daşı da mərmərə çevrilir. Demək, gilli şist, qranit, mərmər cavab olur D bəndi. Suxurlara bağlı uyğunluğu müəyyən edin. Kimyəvi suxura 1-ə. Kimyəvi suxur demək suda həll olunandır. 3-dür. Bir də cipsdir. 2-3-dür. Digər variantlar çıxanda B variantı qalır. Qırıntıya qumdur. Qumla bağlı olanlar qum çınqıl 1-4-ü götürürsən. Üzviyyət torf daş kömürdür. 5, 6. Cavab olur B. Effuziv mənşəli maqmatik suxurların əmələ gəldiyi şərait. Bir effuziv var, bir də intruziv suxurlar var. Demək, effuziv yer səthinə çıxır, soyuyur suxur. Intruzivdə isə yer səthinə çatmamış soyur. Onca burada çox adam A-nı götürür. A, intruziv maqmatikdir.
Burada vulkanın səthdə çıxıb soyulması nəticəsində efizut mənşəli suxurlar yaranır. Cavab Y bəndi. Mütləq yaşı necə müəyyən edilirsə, mütləq radioaktiv sözünün axtarını tapın. Radioaktiv elementlərin parçalanması nəticəsində müəyyən olur. Onca cavab B bəndidir. Cənubi Afrikanın filiz mənşəli, digər əvvəlki testdə dedim, filiz mənşəli faydalı qazıntı görürsə, maqmatik metamorfik suxuru mütləq götürür. Çünki maqmatik suxur nəticəsində filiz mənşəli faydalı qazıntılar yaranır. Nə üçün Cənubi Afrikada filiz mənşəli faydalı qazıntı zəngindir? Çünki orada maqmatik suxurlar üstünlük təşkil edir. Şimali Afrikanın nə üçün neft, qaz, fosforit ehtiyatları ilə zəngindir? Çünki bunlar çökmə suxurdur. Yəni çökmə suxurdan yaranırlar. Cavab olur A bəndi. Çökmə suxur kimi də götürün. Özünüzü çaşdırmayın. Keçdik. Göstərilmiş məntəqələrin hansında fiziki aşınma daha zəif müşahidə olunur? İlk öncə ekvator xəttin bu həmişə çaşırır uşaqlar. Birinci Afrikanın mərkəzindən çəkin, sonra digər xətti ətraflara çəkin. Fiziki aşınma zəifdirsə, biz dedik ki, aşınmanın 3 növü var. Fiziki, üzvü, kimyəvi. Fiziki aşınma səhralarda güclü gedir. İndi zəif dediyinə görə ekvator boyu əraziləri götürəcəyik. Yəni 4, 5, 6. Cavab olur B bəndi. Burada isə əksinə intensiv gedirsə, burada yenə xətt aydın görsənir, ekvator xətti. İntensiv deyirsə, ekvatordan kənarı təxmini tropiklərə, yəni səhralardakı yerləşən rəqəmləri götürürsünüz. Bir Qaraqum, Qızılqum səhrasıdır yerləşir. 3 böyük səhra, 2 də Avstraliya səhralarıdır. Onca cavab olur 1, 2, 3. Səhralarda fiziki aşınma intensiv gedir. Cədvələ əsasən suxurların mənşələrinə görə düzgün verilmədiyi sıranı müəyyən edin. Qırıntı çökmə, çaydaşı, qum, çil. Bu doğrudur. Kimyəvi çök, gips, xörək düzdür. Bəli, bunlar da suda həll olunur. Kimyəvi çök, üzvü, tof, neft, bəli, bunlar da yanır, üzvüdür. Metamorfik, kvarist, qneis, almaz doğrudur. İntruziv maqmatik. Pemzə bazalt intrüziv maqmatikdir, efuzivdir. İntrüzivə qranit, qabro, bir də sienit 3 dənə aiddir. Qabro, sienit, qranit, qabro, sienit. Cavab olur 5. 5 səhvdir. Keçdik, düzgün verilmiş səbəb-nəticə əlaqələrini müəyyən edin. Yerin daxilində radioaktiv element parçalanır, nəticədə yüksək temperatur yaranır. Düzdür, yüksək temperatur nəticəsi qum daşı əriyir, mərmərə yox, kvaristə çevrilir. Onca bu səhvdir. Atmosfer üzərində maddələrin yer dəyişməsi baş verir, litosfer tavalarının hərəkətinə səbəb olur. Atmosfer üzərində maddələrin yer dəyişməsi baş verir, bəli, litosfer tavalarının hərəkətinə səbəb olur. Sonra keçdik, qranit qatı formalaşmamışdır. Okean yer qabığı daha nazikdir. Bəli, formalaşmadığına görə okean yer qabığı daha nazikdir. Yer qabığı üst mantiya birləşir, daha hərəkətli atmosferi yox, litosferi yaradır. Arxeya və protezoid canlı orqanizmlər aşkarlanmamışdır. Fanerozoy eynına yox, kriptozoy eynına aiddir. Gizli həyatdır. Onca cavab olur burada. 1, 3, 4. Keçirik növbəti suala. Doğru fikirləri müəyyən edin. Mezozoy ərazisi paleozoydan cavan olsa da davam etmə müddəti daha çox olmuşdur. Xeyr, elə qədimdən cavana doğru davam etmə müddəti də azalır. İlkin neft yataqları proterozoyda yaranmışdır. Xeyr, mezozoydan başlayır yaranmağa. Böyük Xinqan Kap dağları paleozoy erasında yaranmışdır. Bəli, bunlar qədim dağlardır. Şərqi Afrika yayılası fəal seismik illə seçilir. Bəli, sınma zonasında yerləşir. Orada horslar, qrabenlər yaranırdı. Cavan platforma kaynozoyda yox, paleozoyda yaranır cavan platformalar. Avstraliya platformasının əlmə zonalarında kristallı bəli əyildiyi üçün kristallıq bünövrə çox dərindədir. Çünki üzərin çökmə suxur qatığı örtüb. Cavab burada hansı olur? 4, bir də 6. 4, 6. Başqa burada üzr istəyirəm. 3, 4, 6. Heç görməmişdim. 3, 4, 6. Keçdik 33-cü sual. Saç okean tavasının subduksiya zonaları zəlzələlərin tez-tez baş verməsi və vulkanların fəallığı ilə fərqlənir. Bəli, doğru fikirdir. Burada da doğru olduğu üçün götürürük. Platformalar daxilində quruluşuna 2 qatdan ibarətdir. Bəli, kristallik bünövrə çökmə qatdandır. Bu fikir doğrudur, amma burada yanlış verilib. Böyük sayıcı dağlar geoloji yaşına görə Şərqi Avropa platforması daha cavandır. Şərqi Avropa platforması qədim platformadır. Qədim platformalar dedik ki, Kembriyə qədərki dövrdə, yəni arxeoproterozoyda yaranıb. Amma qədim dağlar paleozoyda yaranıb. Ona görə böyük sayıcı dağları Şərqi Avropa platformasından cavandır.
Doğru fikirdir, amma burada yanlış yazılıb. Şimali Amerika litosfer tavası Avrasiya litosfer tavası ilə divergent zonadır. Bəli. Şimali Amerika Avrasiya ilə, Şimali Amerika Afrika ilə, Cənubi Amerika Afrika ilə divergent zonasındadır. Bu da doğrudur. Vulkanik lava sıyıq olduqda o ətraf ərazilərə yayılır. Əlbəttə ki, sıyıqdır da, hər yerə axıb yayacaq, çökəkliklərə dolacaq, ətrafı örtəcək. Ona görə bu doğrudur. Fikirdə doğru qeyd olunub. Şimali və Cənubi Amerika litosfer tavalar qərb istiqamətində hərəkət edir. Bəli, şimali, Cənubi Amerika, bir də Sakit okean qərbə, qalanları şərqə gedir. Doğru fikirdir, amma burada yanlış olub. Plusları götürürük, çünki uyğunluğu istəyib. 5-dir, 4-dür, bir də 1-dir. Cavab 1, 4, 5. Keçdik 34-cü suala. Geotermik pillə kiçikdir deyirsə, demək ocaq səthə yaxındır. Fəal zonalara götürəcək. Yəni orada tektonik hadisələr güclü baş verir. Bura olacaq B, bura olacaq C, İran yaylası, bir də Hindukuş dağları. Demək, 1-ə aid oldu B, C, Y. Yerdə qalanda pillə bölüşsə platformanı götürürük. A-dan D-yə. Bir də deyirəm, pillə az deyirsə, yəni siz o ocağa, qaynar ocağa tez gedib çatırsınız. Məsafə deməkdir pillə. Bu da harda olacaq? Fəal zonalarda, tavaların mütəhərrik zonalarında. Kimyəvi çökmə suda həll olunandır. B-dir. Xörək duzu gipsdir. Effuziv maqmativ C-dir. Bazalt, vulkan, şistdir. Metamorfik suxurlara almaz, qneysdir, kvaris, mərmərdir. Bu heç birisinə aid deyil. Yadınızda qalsın. Ona görə 1-ə aid olur B, 2-ə aid oldu C, 3-ə aid oldu D, Y. Nəyə görə A heç birisinə aid deyil? Çünki qranit maqmatikdir, intruziv maqmatik. Qneys isə metamorfikdir. Burada çaşdırıblar. Bu heç birisinə aid deyil. A heç birisinə aid deyil. Bu qədər. Növbəti videoda digər mövzumuz olan litosfer tavaları, platforma geosiqnallar, vulkan və zəlzələlər videosunu paylaşacağım. Sağ olun.